Salam dostlar, bugün biz sizinlə Clash Royale oynayacağıq. Yəni lore dildə desək belə adi oyun da belə götürək. Yəni sırf YouTube-a videolar çəkə bilməkdən ötürü sıfırdan bir hesab açmışam. Dünən axşam açdım. Yəni elə belə biraz oynamışam. Yəni başa düşəcəyiniz dildə desək. Video çəkmək üçün. Sıfırdan 9000 kupaya qədər olan belə deyək də gedişatı tam olaraq sizinlə çəkib paylaşacağım. Sözü çox uzatmaq istəmirəm, oyuna keçək. Görək ki, kim gələcək. Dark Leon. Kral səviyyəsi 4-dür, oxçuları 1750 candadır. Bizdə 2 səviyyə olduğu üçün 1512-dədir. Ona görə problem yoxdur, amma ki artıq bizə qarşı çox biədəb hərəkətlər göstərdi. Heç nə olmaz, biz daha üstünük. Bunu göstərməyin başqa bir yolu daha var. Oyunumuz çox gözəl şəkildə görəcək. Bunu inanıram mən. Axmağın biridir, yəni alovu gördünüz də hara, yəni başqa bir nə deyə bilərəm. Üç tat çəkməliyik də, yəni bu adama. Bu hərəkətinə görə 3 tat çəkilməlidir, yəni. Bir də onu deyim, yəni indiyənə kimi 9000 kupa olmamışsınız. Yəni hər şeydə 3 ayza dolar oluram. Dəqiqliyi ilə götürsək. Yəni ən çox gedə bildiyim 5000 kupa falan. Yəni belə çox da professional adam deyiləm. Sadəcə video çəkməkdən ötürü belə deyək, sıfırdan bir hesab açdım ki, 9000 kupaya necə gedə bilərəm? Yəni necə bu şansı əldə edə bilərəm? Necə bir video çəkib çıxarda bilərəm? Yəni bunlara baxmaqdan ötürü. Nəsə çox uzaq söhbət. Təbii ki də videonun indi kəsilən hissələri olacaq çox. Yəni siz tam halını izləməyəsiniz, amma yenə də hər ehtimal, yəni bu videonu uzun tutmaq istəmirəm və artıq mənim əsəblərimə çəkməyəcək. Niyə 3 tak çəkə bilmədik biz buna? İkisine olmaz. Böyle bir şey edek. Böyle bir şey edek. O yüzden ben hala öyle bir savaş olmuyor ki benim kulem hazır az. Yani hala işte indi təzə başlamış. O açıq məsələdir. Yəni aydın məsələ. Belə deyək. O qıraq atma mən satmadım da baxın. Alov topunu niyə qıraq tərəfə atır, ondan baxın istədim. Gülmə işarəsi atdıq və bam! Biri getdi. Qaldırdık. Klanımdakı yəni qalıcı bir klanım deyil. Təbii ki də dəyişəcəm və yaxud da ki özüm üçün ayrı bir klan açacağım. Bununla da sizinlə toxunmaq ki, yəni dosyana bir şəkildə, buradan da 800 gəldi. Dosyana bir şəkildə çox güman ki, yəni oynaya birlikdə, yəni artım edə bilərik. Nəsə gəldi. Burada baxaq görək nəyimiz var. Goblini səviyyə 5-dək. Deməli. Dəstəm gördüyünüz kimi ortalama kisir maliyyətdə belə deyək. 3-dür, yəni normal dəstədir. Kraliçəni yüksəltməmişəm. Onu da yüksəldək. Deməli 1624 can. Pis deyil, yəni daha yüksəltməyə hələ ki məncə ehtiyacı yoxdur. Səviyyədə 6 oldu, tamam. Deməli keçirik, indi nə edə bilərik? Baxaq. Burada tacda nə var? Hədiyyələrimizə baxaq. Deməli 5. Yaxşıdır. Çox belə şey deyildi. Məzar taşlaq istəyir. Silahları gücləndirmək lazımdır təbii ki də. Amma hələ ki çox istifadə eləmirəm, çünki niyə? Tokmak emojisi lazımdır bizə. Rəqiblərimizə üstün gəlmək lazımdır. Deməli nə edə bilərik? Hadi çat. Başlayaq.
Yeni rəqiblərimiz gəlir. Dayanmadan görək hələ bu oyun nə baş verəcək. Baxaq. Görək nə edə bilərik. Aha. Yaxşı gəldi, pisdir. Amma biz ondan da yaxşı gələcək. Hər ikdə. Hər zaman olduğu kimi bizim dəstələr daha üstün olmalıdır və olacaqdır. Görək biz ona nə edə bilərik. Amma bu öz başlanğığa görə çox güman ki 3 tat çəkmək istəyəcəm. Yəni bu istək artıq məndə var. 3 tat istəyir yəni. Belə deyək. Oklarımızı atdıq. Buradan bir milyonlar göndərdik. Görək nə edə bilərik və baxaq yəni. Rəqib də yəni məncə boş rəqib deyil. Dediyim kimi boş rəqib oxşar. Bir tac aldıq, yəni 100%, bu garantiya. Aman tanrım. Belə bir şey gözləmirdim, amma söyüş də söyləmək istəmirəm, yəni ədəbli insanlarıq biz. Hər işdə. Deməli getdi. Aha, belə uduzlarsan, deməli gedirik. Həmlələrimizi çox da bilməsinə ehtiyac yoxdur məncə, amma hər ehtimal yəni əlimizdə nə var tam bilməklə irəliləməyə çalışır. Yəni düzdür, açığı yəni hələ ki yəni levelimiz də bir level deyil, deyim sizə belə yəni belə güclü oyunçu yəni nəsə belə. Yəni də normal. Dedim ki özüm də 3 ayda oldum, yəni çox da elə bir peşkarı deyiləm. Sadəcə yəni ən azından bütün rəqiblərə qarşı belə olmaq lazımdır, onu göstərəm sizə. Yəni durub başlara ağzıma gələn bir video çəkməyə çalışmıyorum. Biraz buradan oynaya bilərik. Rəqib bizə çox gəlməyə çalışır. Amma iki ismanlıq artıq bilir ki, yəni utduq onu. Yəni qaçış yoxdur səndən və budur. Budur. 3 tat çəkdik. Təbii ki də çəkilməliydi yəni. 30 plusimizi də aldıq. Nə çıxarda bilərik. Aha. Yəni və elə belə. Nəsə çıxartda oturması. Burada nədir? 25 daş. Onu da götürmək lazımdır. Kolleksiyaya girək. Buradan tez bazar. 76 kullanmalıyıq. Bunu nəyə işlədək şimdi? Yüksək səviyyədə yəni Kavalyanı güzəndər. Yüksək səviyyədə dediyim kimi. Keçək bura. Buradan Goblin, mızraqçı Goblin yəni. Belə deyək. Bunları da gücləndirdik. Yüksək səviyyədə. İndi bunların levelini artırmağa gələk. Bunlarımız çatacaq mı? Hə, çatacaq. 400. Bilirsiniz, yəni kiçik səviyyələrdə oynana biləcək dəstədir məndə dəstə. Yəni çox da problemli bir şey deyil onun. Yaxşıdır. Yaxşıdır da. Yaxşıdır. Kart istəyək görək. Dostlarımızda nələr varmış, nələr. Valkyria istəyək. Varsa versinlər, yoxsa canlarsa olsun. Keçək yeni bir oyunumuza, yeni bir dostumuza görə ki, nə eləmək istəyir, nə edə bilər bizə qarşı da belə deyək. Gözləməzdim. Aha, çox gözəl, yaxşıdır. Büyüsü yoxsa kim var? Oxçu büyüsü var. Minyonları, yaxşıdır. Üst saç çəkərik mi? Çəkərik. Mən dinləyəm, potensial var. Aha, gözəl, külək. O potensialı görürəm, üst saç çəkərik. Mini pekka, ürəyim çəkəm. Həzəd apardım da yəni bu kartı. Çox gözəl bir oyun oldu yenə də. 3 taç çəkildi. Və gözəl izləyicilər, yəni sizləri çox gözlətmədən yaxşıdır. 25 yaşımız var. Gözəl. Deməli, sizləri çox gözlətmədən sizləri yəni.
Ağzım Lexicolo girmedi. Problem var sanki. Neyse. Axırıncı maçımıza keçirik. Baxaq görək nə olur. Deməli, nə edə bilərik? Oxçunu atıram. Pekkanı atıram. Valkyria'nı atıram. 2 yaxşı atmışam elə. Buradan da bunu atsaq, gol dinləri yəni. Ay, Pekkanı öldürdüm səni. Ay, çox pis getdi. Nəysə, olan bir işdir. Hamının başına gələrlər. Yəni, en azından nəsə eləməyə çalışdıq. Rəqib bizdən daha büyük. Desəm, yalan. Bəlkə də biz daha profesional oynamaya çalışırıq. Böyük bir səhv elədi. Həm də çox böyük bir səhv elədi. Yeridir yəni. 3 tozda çəkənməsə, yəni bacardığımız qədər, yəni əlində nə kart var, nə yox, çəkəcəyik. Və bununla da uğurlarının davamlı gəlməyini təbii ki istəyirik. Rəqibi birazcıq başını aldadaq. Təbii ki də başını aldadacağıq ama. Görək nə olur. Giriş istimaliyyəti təbii ki də udduq, yəni qazanan bizik. Rəqib böyük ölçüdə bir zədə alır və budur. Özüdür. Yəni biz qazanırıq. Nə edirik? Bu videonu çox güman ki, Valkyrimiz də gəldi, çox sağ olsun. Baxın arkadaşlarımızın videoları. Öpeyişim. Buna da götürdük və budur. Gözəl bir oyunuydu. Videonu da izləyin. Yəni izləyənlərə də bunu demək istəyirəm ki, izlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Çox güman ki, yəni beləncə videoların davamı gələcək.